Belə təhlükələr var, hansı dövlət idarələrimizi partlatmaq və bizim təxribatçı sərhəd qruplar var. qoşunlarımız deyilən ayrıca bir qoşun növü var. Sərhəd qoşunları, generalları var, belə pagonları var. Şəhərdə sayrışan işıqlarla gəzirlər. Elçin Quliyevimiz var bizim əjdaha boyda. Bəs o nə işə baxır? Ya sərhəddən elə istəyən narkotik keçirdirsə, onda nə işə? İndi necə bağlayıblar sərhədi? Bəyəm narkotik keçirdən gəlib buraxılış məntəqəsindən keçirir ki, narkotik keçirdən o şeydən keçirdi də, tikanlı məftillərdən, dronundan filan. Təxribatçılar da var da, dövlət binalarını partlatmaq istəyən və s. Məsəl üçün. Əgər mən öz pəncərəmə, baxın, o dəmir məhəccər vuracamsa, dəmir o belə deyək də, hörgü hörəcəmsə, onu da mən polisi nə edirəm? Yəni, əgər mən sərhəddimi bağlı saxlayıb, sabitlik, təhlükəsizlik təmin edəcəmsə, Sərhəd qoşunları, Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, əks kəşfiyyat idarə, bu qədər bizim hüquq mühafizə orqanlarımız orada nə işə yarayır, nəyə lazımdır? Bax, nə əhəmiyyəti var? Ya bunlar o qurumların nüfuzuna mı deyirsiniz bu proseslər və bu biz hal-hazırda? Təhlükəsizlik deyəndə mən fikirləşirəm ki, yaxşı, orada demək 2020-ci ilə qədər biz təhlükəsiz yaşamırmışıq da. Açmışıq sərhədləri, gəlmək istəyən gəlib, getmək istəyən gedib. Və yaxud da ki, məsələn, üzr istəyən, təxribatçı gəlmək istəyəndə 50 dənə pasportu oturub təyyarəyə gəlir. Məsələn, amma Azərbaycandan nə qədər adam gedə bilmir kənara, nə qədər gedib işlərini görə bilmir, xəstəliyini müalicə eləmir. Azərbaycana gəlmək istəyənlər. Yəni bu bizim həmin qurumların nüfuzuna zərbədir. Yəni o halda bu qurumlar nəyə lazımdır və s. Kim cümlə? Deməli, təyyarə ilə gələndə, təyyarə ilə gələn, istənilən bir ölkədən başqa ölkəyə gedirsə, onların məlumatları deməli, bilirsiniz ki, biletlər 90% əvvəlcədən alınır. Və o ümumi sistemdə olduğu üçün Azərbaycana gələcək turistlərin hər biri haqqında artıq müəyyən məlumatları, açıqdır bu məlumatlar hər bir ölkə üçün. O məlumatları biz məlumatları əldə edib bilirik ki, ölkəmizə kim gələcək. Və ancaq quru yolla, yəni tutaq ki, öz avtomobili ilə keçmək istəyirsə, burada əvvəlcədən gəlib o sərhədə gələnə qədər o kəs haqqında heç bir məlumat olmur. O gəlir ora, ondan sonra o məlumat bazasına daxil olur ki, artıq o gömrük deyək ki, sahəsinə daxil olduqdan sonra. O birisi tərəfdən burada risklər dəfələrlə artır. Dəfələrlə artır. İndi sonra Tural müəllim bayaq deyir 2 milyard. Və Azərbaycanın manatının alıcılıq qabiliyyəti daha yüksəkdir. Eyni zamanda heç bir, yəni bir vətəndaş hər bir məhsul üzrə müəyyən kvotalar var. Həmin ölkə üçün nə qədər nəyi buraxa bilər gömrükdən. Eyni zamanda hər bir vətəndaş nə qədər yük gətirə bilər və yükün tərkibində, yəni söhbət deyək ki, təyyarə ilə gəlməkdən deyil. İllallah təyyarə ilə gəlməksən, fərqi yoxdur. Yəni burada hər hansı bir qonşu ölkəyə gedib, mən öz ailəmi bununla saxlayacağım adlı elə bir baxış yoxdur. Əslində qazaq, tozla, sizin də əsliniz tozdan gedin soruşun, insanlar onunla dolanır. Deməli, gündəlik gəlişlə dolanırlar. Sizdə statistika varmı? Ben indi o statistika yox. Yağ, kalbasa, yumurta, sigaret gətirilə satılır. Yəni o vaxtı ilə olan bir məsələ idi, vaxtı ilə. Çünki həmin ölkənin özü, tutaq ki, elə indi qərb rayonlarını götürək, Gürcüstandan hansı həcmdə nəsə buraxıla bilər. Onların həcmi var. Eyni zamanda məlumdur ki, həmin o Gürcüstanda olan ərzaq məhsulları Azərbaycandan bahadır. Azərbaycandan bahadır. Deyil. Yox, istəyirsiniz bax. Yox, sigaretini, yağını, bizim məsələn, mən Akstafadanam, bizim cəmaat oradan dolanır, gedir oradan bazarlıq eləyirdi. Və limitlərlə gündə, Aydın bəy, vallahi bilmirəm, sizin statistikalar nə vaxtda söykənir. İrandan olsun, Gürcüstandan olsun, Rusiya ilə olsun. Ya bu bilinən faktlardır, bunu inkar eləməli bir şey yoxdur axı. Məsələ ondan ibarətdir ki, əgər, yəni o hər bir vətəndaş artıq, necə deyim, öz dolanışığını, öz ailəsinin dolanışığını gedib qonşu ölkədən nə isə gətirməklə qurursa, əslində bu baxışın özü səhvdir. Baxışın özü səhvdir. Kimin səhvidir o? Vətəndaşın mı səhvidir? Vətəndaşı əgər belə bir, bu ikinci belə bir, yox, söhbət nədən gedir? Ümumiyyətlə elə tərzdə mümkün deyil ki, mümkün deyil, yəni onun baxsın, onun xərcinə baxsın, yəni gediş xərci var. Ondan dolanmaq mümkün deyil. Mümkün deyil. Qətiyyən mümkün deyil. O, yəni hər hansı bir epizodik olaraq bu bir hər dəfə geçsin, gəlsin və ailəsinin dolanışığını konkret olaraq bu zəmində qursun. Birinci, praktiki mümkün deyil.
təhlil baxımından mümkün deyil. İkinci də O reallıqdır, mümkün deyil. Bir var siz nəzərdiniz, biz ona fakt verir. Siz var Lənkərandan yazsınlar bizə Cənub bölgəsindən, indi canlıdır efir. Qazax, Toz, Akstafordan yazsınlar və yaxud da Şimal bölgəsindən yazsınlar ki, görə gündəlik dolanışıq oradan çıxır. Aydın bəy, valla gedirlər, hər şey gətirirlər, satırlar, al verirlər. Bir də buna əlavə olaraq tamaşaçımız deyir ki, Aydın mənim nəzərə alsın ki, mən Gürcüstana gedəndə indi mənim gediş gəlişim 600 manata başa gəlir təyyarə ilə, amma maşınla gedəndə 50-60 manata başa gələrdi benzin pulu. Yəni onu da mı hesab etmirsiniz deyə soruşur tamaşaçımız. Yəni məsələn tutaq ki, mən də bir əslən borçaldanam. Mən Gürcüstana gedib gələndə vaxtında maşınla, ya da avtobusla gedəndə daha ucuz başa gəldi. İndi məsələn Tiflisə getməliyəm, oradan bir avtobusla kəndə getməliyəm, gəlir 5 manat, Qazaxdan Tiflisə getmək 5 manat. Orada bizim bir Saloğlu kəndimiz var, Saloğlu, Gürcüstandan sərhəddir. O kənd ortadan bölünüb. İndi orada əmisi rəhmətə gedib. Bu bax sərhəddi keçsə 2 dəqiqə 5 manata gedəcək, 3 manata. Amma indi nə edir? Gəlir Bakıya 20 manat. Bakıdan bilet alır 150 manat. Gedir Tiflisə, Tiflisdən düşür, təzədən bilet alır, yəni yol maşınından gəlir Saloğluya, təzədən qaydanda da eyni. Yəni bu həm də praktik, yəni əsası yox. Bu hesablamanı soruşaq, bunu qəbul edirsinizmi? Nə qədər narkotika tutulur, elə deyilmi? İndiki qapalı olduğu bir halda, bağlı olduğu halda. İndi görün bizim sərhədlərimiz açıq olsa, xüsusilə cənub istiqamətində sərhədlərimiz açıq olsa, biz həmin problemi, yəni narkotika ilə bağlı problemin içərisində ümumiyyətlə çox böyük gərginlik yarana bilər. Ona görə bir daha fikrimi qısaldım. Sərhədlərin bu tərzdə qalması bizim milli təhlükəsizliyimizdir. O bizdən ötəri ən vacibdir.